Salam yoldaşlar, hər bir salamlayıram. Bugün Docker mövzusunun sonuncu mövzusudur. Bu dərsdə Docker Compose və Docker Swarm haqqında danışacağam. Docker Compose'u həm testlərin praktik göstərəcək, həm də executable taskımız var, onu işləyəcək. Amma Swarm-dan ümumi nəzərə danışacağam. Nə üçün istifadə olunur, harada istifadə olunur, buna görə danışacağam. Ona görə ardıcılıq belə olacaq yoldaşlar. Yenə ardıcıl olaraq başlayaq Docker Compose'dan. Docker Compose nədir yoldaşlar? Şəkildə gördüyünüz kimi bunu bir dənə başa salsaq, düşsək bizə bəsdir. Biz normalda command şəkildə bir-bir konteynerləri qaldırıb və s. edirdik. Amma Docker Compose şəklində biz bir neçə konteyneri eyni vaxtda aktiv şəkildə qaldırıb və ya tam silə və ya restart edə bilərik. Docker Compose belə deyək, production müddətində çox istifadə olunmur. Amma ki, test müddətlərində bir environmentin yaradılması, yoxlanılmasında çox istifadə olunur Docker Compose. Həm də ki, öz lokal kiçik yerlərdə də Docker Compose'dan rahat şəkildə istifadə oluna bilər. Yəni, vacib deyil də hər yerdə Kubernetes olsun. Çox kiçik yazıyor, kiçik və daha az bütçəli olan yerlərdə Docker Compose və Docker Swarm istifadə olunur. Sonra Docker Compose'dan danışaq. Dedim ki, Docker Compose bir neçə konteyneri eyni vaxtda qaldırmağa və bizim command şəklində elədiklərimizi hazır YAML şəklində yazıb və YAML şəklində icra etməyimizi göstərir. Bu Docker Compose ilə artıq bu mövzunu bitirib Kubernetes keçirik. Artıq Kubernetesdən də demək olar ki, komanddan da işləyəcəyik, amma əsas işimiz YAML üzərində olacaq. Eyni ilə Docker Compose da YAML üzərində yaradılır. Biz Ansible dərslərində YAML-la kifayət qədər işləmişik. Yəni strukturun bilirik, o cəhətdən məncə yazma, o dərslərdən bura gəlirsə, bunu yazmaq sizə daha rahat olacaq. Nəinki Ansible-da rulların və s. yazılması. Orada da rahatdır. Təbii ki, hansı tasklar üzərində işləyirik, təbii ki, ona görə dəyişir. Ümumi yoldaşlar, gəlirik Docker Compose üzərindən bir iki dənə mövzu üzərində işləyək. Elə yazsam mən buradan belə edək ki, indi Vim yazsam misal Docker Vim Docker Compose faylını yaradırıq. Okey, nöqtə YAML-ı, yəni YAML strukturu olduğunu deyirəm. Misal mən burada çoxlu şeylər yarada bilərəm. Servis yarada bilərəm, volume yarada bilərəm, çoxlu şeylər yarada bilərəm və bir-birinin konteyner eyni şəkildə bağlana bilər. Misal servis yaradaq. Deməli, YAML strukturunu bildiyimiz yerdə rahat olmalı yazmaq. Misal ad deyirəm, buradan konteyner adı da deyə bilərəm, birbaşa seçimdə ayıra bilərəm. Misal mən yazıram bura Nginx. Şənəkdə qoyuram. Altdan yazıram image. Image-ə Nginx qoyuram. Port hissəsindən buradan yazıram misal 80-80 portun expose edəcəyim bizim 80 konteyner 80 portu. Okey. Bunu işlədirəm. Bir dənə də misal konteyner yaradaq. Birinci bunu göstərirəm, ondan sonra işləmə davam edək. Okey. Gəlirəm buradan. Docker Compose. Əvvəldə bitişi yazılırdı Compose yoldaşlar. Niyə yazıldı? Dot şey yazmışım. Əvvəllər bitişi yazılırdı belə. Amma indi ayrı yazılır. Bəlkə də Ansible gətirəcəklər, Galaxy ayrı yazılacaq. Nəsə, Docker Compose yazılır buradan. Deyirəm ki, Docker Compose -d ataq biz buradan. Ondan sonra da deyək ki, misal buradan bildirək. Və görün buradan başqa sizə kanallar da göstərəm. Bir dənə bunları icra edən full şəkildə bilirik. Buradan up eləyəndə yoldaşlar full konteyner qaldırırıq. Build eləyəndə ümumi image var da və s. oradan da fayl və s. varsa onu da eləyir və yenisini yaradır. Stop eləyəndə dayandırır. Down eləyəndə xidmətləri də dərhal silir. Compose eləyəndə PS-dən biz ümumi konteynerlərə baxırıq. Bloklara baxmaq, hər hansı Compose konteynerin içinə girmək və s. Amma biz Docker PS-də yazanda həmin Compose'un qaldırdığı konteynerə görürük. O zətdən görə problem yoxdur. Bildi eləməyək. Biz elə 3D up yazsaq. Deyir, neçə yazmışam.
okey. Qalt yoldaşlar. Gəlsən tıkır compose. LS yazsam. Görürəm buradan. Gəlib yeni də olduğumuz faildə eyni adlı konteyner yazıb çevirin. Orxan Qovlun dedim. Ona görə Orxan adlı yaradı. Tıkır. Gəlib buradan PS də yazsam. Həmin konteyneri göstərəcək. Orxan Nginx 8080'nin bu portuna 20 oldu. Name'i de Orxan Nginx-1'dir. Gəlsək bunu tıkır compose dom yazsam. Onu dayandıracaq və digərləri də siləcək. İndi gəlsəm burada yeni ilə bu komandları icra eləsəm. Heç bir şey yoxdur. Compose'da da biblən getdiysə və burada da heç nə yoxdur. Yəni servislər, yadlar da hamısını silir yoldaşlar. Belə deyə bilərik. Misal indi maraqlı bir task eləyək. Vim tıkır. Vim yox tıkır. Yaml. Gəlsək buradan. Bunun misal bir volümü bağlasaq. Okey. Misal deyirəm ki, hansı volümü bağlayaq. Misal home. Orxanın altında Nginx qovluğun ara bağla user share Nginx HTML bağla okey. Bir dənə də konteyner yaradaq. Misal nə deyək? Nginx 2 yazaq. Qoşa nöqtə eyni ilə əslində üstdəkiləri ilə birbaşa bura copying eləyəcək daha yaxşı olar. Əlimizdən yazaq. Bu Ubuntu'da bu copying mənə problemi deyir. Ona görə heç xoşlanmıram da buna. Sen içini 80 ile ya 80 portunu expose eləsin. Gələk buradan 80 sonra nə var? Volümdə yazaq. Training slash Orxan Nginx deməli Nginx bunu hara bağlayaq slash user share Nginx HTML. Okay, buradan güzel problemimiz yoktu bizim. Buradan yazsam yani volüm yaradacağımıza deyək buradan. Adan olacaq volümün. Elə volüm yaratmayacağım. Həmin şeyə bağlayacağım. Bundan işim yox. Yəni volüm yaratmaq istəsəydim bunu da deyim. Volüm yaratmaq istəsəydim. Volümümüz. Buradan seçili bir volüm olsaydı. Mən buradan yaradardım. Misal test adında bir dənə volüm yaratsam. Bu test adında volüm yaradır. Və burada Home Orxan Nginx silərdim. Test yazardım. Gəlib bu volümə bağlanardı. Amma bundan işim yox. Okay, bir dənə iles yazaq. Mkd eləyək. Nginx. Okay. Vim Nginx'in adına gedək. Index. HTML. HTML. Buraya içine yazaq. Salam. Nginx yazaq. Okay. Gəlsəm mən eyni Docker compose. Docker compose yazsam. Up eləyək. Bulanı da qaldıraq. Qalsın. Gələk indi biz buradan görək bir dənə. Docker yes. Qalxdı. Gəlsəm buradan 82 82 yazmışam. Chrome açaq. Gələk buradan IP'mizi yaza bilərik. 192 80 yazsam salam Nginx çıxacaq.
Sən 2 yazsan salan yazacaq. Bunu bir dənə belə deyə bilərdik. Həmin Docker Compose-dan bir dənə hub proxy qaldırardıq. Bunların backend kimi verərdik ora ayarlardan. Ondan sonra da şeylərini verərdik. Və məndə hazır rule var, Ansible-la da eləyə bilərik. Amma konteyner şəkildə edəcəksə biz burada Docker Compose-dan rahat şəkildə edə bilirik. Hətta Docker Compose-dan deyirəm, mən Ansible-la da Docker Compose yazıb və run eləyə bilərəm. Nəinki belə. Docker Compose ilə yoldaşlar. İndi gələk biraz Swarm-la danışaq. Slide bağladım mı? Video geliyor. Video. Swarm. Swarm. Bağlılığını nasıl bağladım ben yadım gelmiş. Bir xeyli öz gelmiş. Hələ Kubernetes başlamış yoldaşlar. Kubernetes başlayandan sonra burada derya olacaq. Çıkan sırf imtahanına hazırlaşacaq. Məndə də Vointer var, imtahana girməmişəm. Elə biraz təkrarlayıb daha dərin öyrənib imtahanda həm simulyator hazırlayıram. Rahat siz də imtahana girə bilərsiniz. Vointer alıb. Swarm-dan şey yoldaşlar. Şəkildən gördüyümüz üçün Docker bir dənə konteyner qaldıran və s. Onu idarə etməsinə C1 mühitə baxırsa, Docker Swarm isə bir neçə konteynerin ümumi infrastrukturunun high availability olmasına, bir neçə konteynerin qalxmasına, replikasiya təsəvvür qurma hamısını bu Docker Swarm vasitəsilə edirik. Docker Swarm belə deyək, open source olaraq yaranıb. Azərbaycanda Docker Swarm-dan çox istifadə olunmur. Demək olar ki, istifadə olunmur, amma kiçik mühitlərdə həm rahatçılığı yaxşıdır, həm də ki Docker bilən insan bir günə ilə bunu öyrənə bilər rahat. Bir günə bir neçə saata, 2 saat öyrənə bəs edir. Bunun Docker Swarm-dan Avropada da çox istifadə olunmur heç. Amma ən çox istifadə olunan Docker Swarm-dan Rus bazarında Docker Swarm-dan çox istifadə olunur. Demək olar ki, bu sanksiyalar və s. üzərində olduğundan, amma Kubernetes öz open source olduğundan mənim maraqlı Rusiyada niyə ancaq hələ ki Docker Swarm-dan çox istifadə olunur. Kubernetes də istifadə olunur, amma Docker Swarm çox istifadə olunur Rusiya bazarında. Docker Compose-da belə deyirik ki, Kubernetes dərsində də biz bunu edəcəyik. Bizim misal 3 dənə VM-imiz var. Okay. VM1, VM2, VM3. Bunu node şəklində edək. Node 1, node 2, node 3-dür. Həmin Docker Swarm-dan biz bir dənə key yaradırıq. Həmin keyi buradan root olduğumuz halda terminalda işlədirik. Bu artıq gəlib həmin networkda bir-birlərini görəcək şəkildə gəlib Docker Swarm-la bağlanır. Artıq bunlar özləri hər hansı bir konteyner qaldıra bilmirlər. Docker Swarm bunları üzərinə konteyner qaldırır və bunlar üzərində yük bölümünü edilir. Hansında yük azsa ilk olaraq o konteyner üzərində qaldırır. Yəni hansında resurs yoxsa daha ona ön plana verilə bilər. Replikasiya təyin ola bilər. Çoxlu işlər bununla görə bilər. Amma yenə deyirəm, bunu ona görə keçmirik ki, çox da belə şey eləmə ehtiyac yoxdur ki, istifadədə olunmur. Amma oldu ki, nəsə şey intervyuda hətta deyilsə, bir Docker Swarm-ın olduğunu bilsək daha yaxşıdır və eyni ilə məntiq etibarilə Kubernetes-dən eyni iş əməkdir. Orchestration eləyir. Ümumi sadəcə ki, nodlarımız üzərindəki Docker-ı idarəçilik eləyir və Docker-ı konteynerlərin onun üzərinə qaldırır. Compose ilə inteqrasiya olunanda və rahat iş görülür. Amma yenə deyirəm, Docker Compose-un özü olsun, Docker Swarm-ın özü olsun. Docker Compose ona görə istifadə olunur ki, lokalda testing mühitlərində sürət şəkildə 1-2-3 konteyner qaldırım, testing eləyim, yoxlayım. Image testing eləmək vasitəsilə çox istifadə olunur. Amma Docker Compose-un özü də production-da çox istifadə olunmur. Deployment yadı hamısı Kubernetes üzərindən deploymentlərlə elənilir. Nəinki Docker Compose-dan. Həm də ki, bu Kubernetes sistemi varsa deploy edib Docker Compose-dan eləmək çox məntiqsiz olardı təbii ki. Ona görə də çox şey eləmək. Videonu bunu çox tutmaq istəmirəm. Qısa tutacağım. Bu gün də artıq bugün axşam bir dənə video çatdıra bilsəm axşama. Olmasa səhərdən artıq sürətli şəkildə biz Kubernetes mövzusuna başlayacağıq. Hər mövzunun dərsi, izahı, taskı olacaq. Yəni hər mövzunu bitirəndə artıq biz çıxa imtahanına hazırlanmağın həmin mərhələsini bitirmiş olacaq. Necə? Kubernetes keçməmişdən əvvəl ümumi bunu danışdıq. Docker Compose-dan Swarm-u. İndi gəlir bizim executable taskımız var. Onu da işləyib bitirək. Görün video nə qədər oldu? 14 dəqiqədə olacaq. Bir 20 dəqiqəni keçəcək. Belə baxıram. Gələk buradan Google.
Elə CC dəstəri. BGS-də istifadə olunur. Git əvəzinə yoldaşlar. O da versiyon kontrol sistemi. Kesin bit paket sistemi değil mi? Onu demedim. Ama ne mi? İstifade olunan yerler de var. Gələk buradan istənilən. Yəni bunları təmizləyəcəksən. Docker rm-f. Okay. Əslində docker rm docker compose dolun eləsəm. Əslində ki bunu bir şey demədiniz. Docker bir sistem heç nə qalmayacaq. Gələk. İlis rm-rf yazsam bunları bir dənə siləyək. Səliqəli olsun. Okay. Git clone işləyək. cd devops dərsləri ilis docker cd bir docker ilis cd üçüncü docker'ın son dərsiydi. Executable bununla bitir. Docker üçün ch mod x x'de test.sh okey. Azərbaycan dili götürək, amma Kubernetes Azərbaycan dilini ləğv edəcəm, ancaq yesini eləyəcəm özümdə. Yol götürək, home Orxan altında qovluq deyirəm. Başlayaq yoldaşlar. Okay. Bir Docker Compose adlı fayl yaradım. Harda? Task 1'in altında cd task 1'e keçək. ls vim docker compose.yaml insert. Nə deyir? Bunu yaradım. Bu faylda Nginx web adlı bir Nginx servis təyin edin. 80 portunu xəritələyin və servisi Docker Compose vasitəsilə işlədin. İşlədək. Yenə deyirəm. Neyse bunun yatağında işləyirsə, bu sizə çox rahat olacaq. Adı nə olacaq? Bunun Nginx web təqəndə qoyuruq. Okay, image nə olacaq? Nginx edək. Elə bizdən image istəmişə yazırıq. Port hissəsində yazırıq 80 portun bizlər istəyəcək. Konteynerdə 80 portun yazıb çıxar yoldaşlar. Docker Compose. Demirəm, bunlar çox kiçik taslardır. Uzun taslar yaza bilərsiniz burada Docker Compose'dan. Amma mövzumuz başa düşməkdir. Okay, starting oldu. Gəlsək, baxsaq burada. Docker ps və Docker Compose ls. Görürüm ki, task 1'im buradan running oldu. İşte 2 virüs hansı qovluğun içindəyəmsə ona uyğun name verir. cd keçək, cd task 2 keçək. İkinci taskda deyir Docker Compose yamını yaradın. Bunun içində Ubuntu APP adlı Ubuntu servisi yaradın. Konteyner davamlı işləməsi üçün uzun komanda əlavə edin və Docker Compose ilə başladım. İşte. Görün. Edək, deməli. Docker yaml insert services adını alacaq Ubuntu app. Ubuntu app olacaq yoldaşlar. Bizdən image olaraq nə istəyir? Ubuntu yazıram gedir. Ubuntu konteynerin davamlı işləməsi üçün bir dənə port da yazaq, bir dənə ona altdan yazarıq. Port yazaq. Misal deyirəm ki 85 portun istəyirsən konteynerin 80. Burada yazsaq restart belə gedərmi? İndi bir dənə Docker Compose app 3D. Okay, starting oldu. Sadəcə dedim ki
restart olma, sönsə də daim dərhal restart et. Docker Compose faylı yaradan task üçüncüsünə keçək ora. Üçüncüsünə keçək. Okay. Bin. Compose.yaml insert. Nə deyir? Nginx ve Apache ve Watt 2 servis əlavə edin. Insert. Deməli servis Nginx X3 web adında image Nginx eləyək. Port səviyyəsi neresi? Port ehtiyac yoxdur. Bizdə nəsə port istəyir mi? İstəyir. Port 3 nə deyir? 80 listing eləsin. Konteyner 80 portun. İkinci nə deyir? Apache bilmiyorum dokuşundan. Seslen portun expose edilsin. Okay. Geçti bey. Bir şey yazın bile yoldaşlar. Göstereceğim onu. Up 2.2.50 bunu yazdım yoldaşlar. Ne diyor? Error scanning while scanning with scanner diyor. Docker Compose yan Docker yana bakın. İşte böyle şeyler burada. Bir servis Apache bir yaxşı çatış yapmışım işte. Neyse. Trenen web port 81 verdim. Bir tane işledim. Yeni bir tane problem verici yoldaşlar. Burada deyir ki image deyir Docker login ol. Bilirsiniz nəyə görə deyir? Normalde Docker login olsuz da login olsuz problem verir. O vaxt bizdə də problem yaşanır da o vaxt. Tam başa düşmürük. Bir nə deyir? HTTP adında bir şey yoxdur. Image deyir oradan public paylaşılan belə bir yoxdur. Özündə bu adda varsa Docker login ol. Login də olursan deyir ki ya login də olsan deyir ki də yoxdur bu belə bir şey. Biz sadəcə nə etməliyik yoldaşlar? Şərh buradan HTTP yox HTTP yazmalı. Ondan sonra təzədən Compose ilə söyle. Okay. Gəldi artıq olacaq. Gəlsən buradan baxsan. Docker PS. Artıq bunların qalxdığını görürəm. İşte belə. Yaxında o vaxt. Təzə başlayanda çox sadə tasklar üstündə uzun müddət qalardı. Nə deyir? Task 4-ə keçək sola baxarıq. Save. Task 4 iles Docker Compose yaml insert bir Nginx web servisin web site datalı Docker volume təyin edin. Bu volume user sharing'in hissemi qabına mount edin və servis Docker Compose ilə işə salınsın. Gəlsin burada maraqlı da bir şey deyək. Daha yaxşı şeylər taskaya. Desəm ki mən buradan elə sadə bizə dediyin kimi edəcəm edisyonda. Servis okay. Servis yazsam buradan Nginx web Nginx web image Nginx edək. Port yazaq geçsin.
80 vurdum. 80 üçün misal listing edicine 80'e. Gələk buradan yazaq. Volume ne diye buradan. Şimdi web site data adına dənə volume yarat. Onda biz belə edəcəyik. Web site sonraki hara mount olmalıdır. User share nginx HTML-ə. Okay. Buradan gələk əvvələ volume sizə volume da yaradaq servisin tuşunda. Volume adı nə olacaq? Volume adı nə olacaq? Web site data olmalıdır bizdə. Üstü data bizdə bura gələk. Web site koşa nöqtə data yaradaq. Yazaq çıxar. Docker compose up deyək. Where adetimiz series nginx volume web site data data dediklerimiz göre ne deyir? Bildim. Biri yazmayayım bunu. Bir oyumuz bir dakika baxaq. İşte de take oft'ı. Gəlsəm baxsam. Docker compose elis neçəydi? Task 4'ə baxıram. Bu konteyner qalxıb. Gözəl. STR2 son sola. Bir görene uzunluğu oldu. 27 dakika var maşallah. 5. sola keçək yoldaşlar. Seyri cyber'dan. Yes, okay. İninen. Docker 3 compose 3 yağmur yaz. Bir nginx web server üçün Docker file istifadə edərək image bir parametre yaradan. Onda belə deyir ki, burada elə Docker file da var. Elə həmin yerdə. Bir Docker file da build eləsin. Ondan sonra gəlib həmin image'i götürüb istifadə eləsin. Gələcək eləyək. Deməli, server sizə misal nə deyir? Nginx web adında olsun deyir. Artıq burada image yazmıram. Bildi yazıram. Harda yolun yazıram. Harda bildi olasın. Olduğumuz qovluqda. Post yazıram. Deyirəm ki, misal 80 boşluq 80 vurdum. 80 sin okay. Burada artık bir şey kalmadı. Gələ indi buradan bir dənə Docker file yaradaq. Olduğumuz yerde tabii ki olacaq. Docker file. Insert eləsəm buradan yazaram. From deyirəm ki nginx run desəm. Misal echo yazdıraq. Ne yazdıraq? Echo salam yazdıraq. Neyin içine? User share nginx html içinde index.html faylına ne sağda cmd yazsam. Cmd yazıp deyirəm ki bu işləsin. İçində şey olmaq üçün buradan nginx'in öz komandı ilə aktiv olmasını istəyirəm. Gmd nginx okay. Burada da daima
okey. Şu. Şimdi gəlsəm. Takır. Compose. Up. Up. 3D yazsam. Error response for diamond. Sözünde diyor orada bir şey var. Oh, böyle değil miydi tamam bu? Tamam yine kalktı öldü. Bu ne yazmıyor? Başka bir komanda yazabilirim mesela. Olsun da Nginx de olmasın. Diamond. Belli takmıyor. Okey. Start oldu. Bunda bir de ne istediği yok ya. Sert değil. Yani bunu neydi? Bu niye? Buna silsin gitsin. 2 tane task var burada. İşte İngiliz yazmıyor. Başka bir şey yazar. Ubuntu. Başka yazar. Update. 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 Install. Nginx. Direği. Okey. Yazar buradan. Mesela bir tane RAM. Sistem. Sistem. STL. Petrino. Nginx. Canım bunu seni yazsam ya da yaxşıdır. Canım yazmayı bunu atsam buraya. Bunu şimdi de yazacağım. Şimdi gelirim burada yazıram. Sistem. Stil. Okey. Virgül. Sistem stil. Bu. Ya da start yazıyor. Lazım diyor. Start. Ne? Virgül. Ne yazacak? Nginx. Şimdi gelse bir tane bilesey. Hadi bir tane ekran editasyon. Already 80 protein istim geliyor. Ona göre bir problem yok. Yine seçeceğim. Tup 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 tup. Hiçbir şey yoktu. 100 vermeli burada. Sadece değil 80 protein istim olup ona göre değil. Tup 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 tup. Ya səhv ver ya düz ver. Bileyle şimdi. Videoyu olsam da 4 dakika böyle düz değil. Tup 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 tup. Ya səhv vereceksin səhv ver ya düz vereceksin düz. Səhv verdi. Ne səhv verdi ki bu? Peki bakayım. Takır. Kompoz. Enes. Şuna bak.
Aslında biz orada hiç ne artık yazmaya ihtiyaç yok idi. Ben yazsaydım orada. Name docker file. Ya bizde burada problem yoktu. Belə baxıram. Benim docker compose file diyeyim. Sesin. 89 elsin. Değil, isteniz değil. Executable file not. İsteniz değil yoksa değil. Sistem zici. Değil yine evvelce versiyona qaytara Nginx. Bunları silə gitsin. Bu kalsın yoksa bu silə gitsin bunu. Burada evveli silək. Okey. Buradan yazar. Anset boşluq. Boşluq. 2. İngilizce. Buradan bir tane dolum yazalım. Bunların hamısı uçsun. Okey. İngilizce'den yapıyoruz. Ne değil? Sistem ciddi şey yazmamış mı? Biz demişəm olduğumuz yerde 80-89 import sesini. Burada başka bir şey yoktu. Rear error response time on file. Create for container. Create. Runtime create for enable start container process error. Eksi systems değil executable file not found. Böyle bir şey yoktu axı burada ki belə də deyir. Ne yazmışım? From Nginx. Yerden. Şey yadda saxlama evnəsi. İmecləri yadda saxlayıb ona görə eləyə bilərəm. Image yerim. F Docker list Docker list. Все, indi gəlsən birləşəmizə. Şey, gəlsən. Okey. Tas 5'te qalxıb burada. Şu, istəyək. Okey, correct alıyorlar. Sadece burada neydi? Bu image eləmişdi. Image orada qalmışdı. Həmin image-dən götürdü. Dəyişmirdi. Ona görə belə etdi. Onu da düzəltdik. Şey. Oldu yoldaşlar. Bu da Compose'un mövzusunu praktiklə izah elədik. Bir də Swarm haqqında danışdıq.
Nəyə görə çox şey eləməyə ehtiyac yoxdur, amma nə olduğunu heç olmasa bildiyi və başa düşdüyü. Əslində Docker Swarm-ın nə olduğunu başa düşəndə Kubernetes-də eyni şeydir demək olar. Sadəcə daha interpretasyon, daha çox funksiyalar var ona görə. Oldu yoldaşlar, növbəti dərsdə görüşənə qədər Allah'a emanet olun.